Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli futbol həvəskarları. TVNet platforması Sport TV daha bir ilklə qarşınızdadır və futbol ictimaiyyətini daha bir yeniliklə sevindirəcək. Odur ki, bizə yaxın olun. Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. Təbii ki, Vestri barədə, rəqib barədə danışarkən bunları bildirmişdi. Beləliklə, qarşılaşma başladı və ilk saniyələrdən topa Qarabağ futbolçuları nəzarət eləyir. Camilo Duran mərkəzdə oynadı. Ərdəki transfer çalışmalarını, uğurlu siyasətini diqqət mərkəzində saxlasaq, hər halda bu sistemin işlədiyini nəzərə alacağıq. Tirolun ilk zərbəsi 6-cı dəqiqədə Mateusz Kochalski yerindədir. Yenə ilk maçı paytaxtda Bakıda keçirəcək. Cavab maçı isə səfərdə reallaşacaq. Əlbəttə ki, burada reyting əmsalları da rol oynayır. Qarabağın son illərdə Avrokuboklarda qazandığı reyting kifayət qədər yüksəkdir. Marko Yankovic'in zərbəsini izlədik bu arada. Hazırlıqsız zərbə idi. Topu istədiyi kimi ayağına oturda bilmədi. Marko top qapının üstündən keçdi. Yayına bilmədi Ceyden Mazu. Bəli, Əli Bəşirov, Məhəmməd İmaməliyev kimi futbolçulara Qurban Qurbanov çempionat maçlarında da şans verirdi. Qarabağın hücumu və gol! Hesab açılır. Savo Zakariya hesab açılır, zədələnmək bahasına olsa belə. Ekpetey dueldən qalib ayrıldı. Burada sürət hesabına rəqib futbolçu Marko Borası geridə qoydu və dəqiq zərbə ilə Salko Hamziçi məyus eləyir. Osberger klublarında da oynayıb. 2025-ci ildən yenidən Tirolun formasını geyinir. Uzaq məsafədən yerinə yetirilən cərimə zərbəsi top qapının yanından keçdi. Mateusz Kochalski tələsmədən top oyuna daxil edəcək. Feçsi topdan uzaqlaşdı. Mateus da Silva və Xoni Montiel topun yanında. Xoni yaxınlaşır topa. Montiel'in zərbəsi top qapının üstündən keçdi. 42-ci dəqiqənin ilk saniyələrində belə bir standart vəziyyət. Baş hakim David Asti ilk hissəyə neçə dəqiqə artıracaq. Su fasiləsi qeydə alınmışdı, amma heç bunu da nəzərə almadı baş hakim. Beləliklə, Qarabağ fasiləyə minimal hesablı üstünlüklə yollanır. İlk yoxlama maçında Qarabağ 1-0 öndədir. Yeganə qolu Qarabağın yeni transferlərindən biri Savo Zakariya vurub ki, onu da yaxın planda bizə rejissorlar nümayiş etdirir. Zona AEK Larnaka klublarında oynayıb ayrı-ayrı vaxtlardan Qarabağın yay transfer pəncərəsi dövründə heyətinə qatdığı futbolçulardan da ikinci hissə başladı. Elvin Cəfərquliyev də ikinci yarıda oyundadır. Qapçı yerindədir. Aleksandr Ekmayer. Bu zərbəni dəf etdi. Bu da epizodun təkrarı. Önündəki boşluğu anındaca dəyərləndirdi. Kadi. Daha bir zərbə və gol! Camilo Duran 2-0. Rejissorlar, operatorlar yatdığı məqamda Qarabağ gol vurdu 51-ci dəqiqədə. Bizə təkrarı göstərirdi rejissorlar və bu anda Qarabağ üstünlüyünü 2 topa çatdırdı. Camilo Duran məhz qapçının kobud səhvini bağışlamadı bu vəziyyətdə. İlk hissədə zəif çıxışı ilə seçilirdi. Camilo Duran özünə gəldi. Yəqin ki, bu zərbə özünü bir qədər də oyadacaq, ayıldacaq. Camilo Duran Qarabağın ən yaxşı transferlərindən sayılır. Bruno Langanı görmürük, onun mövqeyində Elvin Cəfərquliyev çıxış eləyir. Həmçinin Xoni Montiel yoxdur. Marko Yankovic də görünmür. Zubir, Cəfərquliyev, Cəfərquliyevin yerlə ötürməsi gol! Savo! Savo Zakariya dubl eləyir. Qarabağın heyətində ilk maçında dubl müəllifidir Savo Zakariya. Məhsuldan ötürmə isə Elvin Cəfərquliyevdən. Meydana çıxan kimi Cəfərquliyev ustalığını ortaya qoydu. Paralel pas və Zakariyaya yalnız və yalnız dəqiq toxunuş qalırdı ki, bunu da bacardı yeni transfer. Savo Zakariya. Elvin yaxın plandadır. Müəyyən problemlər yaşamışdı klubda. Bəzi intizamsız davranışlarına görə Qurban Qurbanovun təbii ki, qınaq obyektinə çevrilmişdi, amma görünən odur ki, hər şey
qaydasındadır. Sular durulub və 4-0 Savo! Savo! Bravo! Zakariya! 4-0 hat-trickdir bu. Savo Zakariya! Belə bir hücumçu heyətinə qatıb Qarabağ. Savo Zakariya! 4-0 oldu hesab. 4 goldan 3'ünün müəllifidir Savo Zakariya. Hat-trick edir ilk maçında Savo. Qapçının daha bir xətası. Zakariya bağışlamadı. Jurgarden klubundan Qarabağa keçən Savo Zakariya. Yəqin ki bu futbolçunu istər Azərbaycan çempionatında, istərsə də Avrokuboklarda məhsuldar futbolçu kimi çox görəcəyik. Yerinə yetirəcək. Camilo Duran da yanındadır. Cərmə meydançası daxilində Qarabağın 5 futbolçusu görünür. Jeremy Gnali də gəlib, ötürmə əla alındı. Pedro Bicalho. Bicalho'dan uzaq dirək istiqamətinə ötürmə yaxşı alınmadı. Bir saatı geridə qoyduq. Bir qayda olaraq 3 illik müqaviləyə imza atıblar. Çox yaxşı bir sistemdə əslində. Adətən bir üstə gəl bir və yaxud maksimum 2 illik müqaviləyə imza atır futbolçular. Amma Qarabağın yeni transferlərinə baxanda əksəriyyətində və demək olar ki, hamısında da 3 illik müqavilə görünür. Bu yayda Qarabağın bir neçə vacib futbolçu düşərgəni tərk etdi. Bir daha xatırladaq. Fabian Buntic, Amin Ramazanov, Kevin Medina, Toral Bayramov, Emanuel Addayi, Ramil Şah. Hər halda təhlükəli vəziyyətdir Qarabağ üçün və oyun ərzində əldə etdiyi epizodları dəyərləndirə bilməyən Avstriya təmsilçisi maçın sonunda belə bir epizodla, standart vəziyyətlə heç olmasa buraxılan toplardan birinin əvəzini çıxmağa çalışacaq. Təsəlli qolunu vurmağa can atacaq. Şahruddin Məhəmmədəliyev 4 nəfərdən ibarət canlı səd qurub. Tirol futbolçuları görək necə istifadə edəcəklər bu cərmə zərbəsini. Fit səsləndi, qapıya zərbə. Şahruddin Məhəmmədəliyev yerindədir. Həmlə isə davam edə bilər. Sağ tərəfdən Simon Vezer top onun sərəncamında və son olaraq da məhz Simondan çıxdı top. Elvin Cəfərquli. İlk hissədə 1-0 fasilədən sonra isə 3-0 hesabı qeydə alındı. 4 goldan 3'ünü bir daha xatırladaq. Qarabağın yeni transferlərindən Savo Zakariya vurdu. Bir golu isə Camilo Duran'ın aktivindədir. Beləcə qarşılaşma bitdi. Qarabağ 4, Tirol 0. Təbrik edirik Qarabağı. Təbii ki, yoxlama maçlarının hər hansı bir əhəmiyyəti yoxdur, amma istənilən halda hazırlıq çərçivəsində bu cür qələbələr ələxüsusda yeniyetmə gənc futbolçuların inkişafı baxımından, onların adaptasiyası baxımından çox yaxşı haldır. Təbriklər. Növbəti maçlarda da uğurlar. Sport TV kanalında canlı yayımızı yavaş-yavaş yekunlaşdırırıq. Avstriyanın Tirol əyalətindən Gernot Lange stadionundan reportajımızı yekunlaşdırırıq bu müddət ərzində. Sizinlə həmsöhbət mən idim İsmail Abdullayev. Növbəti maçda yenidən eşidilmək ümidi ilə. Hələlik.